Herkese selam dostlar, sizden mənim Zırpaket 2026. Bugünləri mən sizin üçün yeni bir video çəkəcəm. Bu videoda mən sizə aldığım zırpaketləri göstərəcəm yeni il üçün. Yəni part 11 videosu olacaq maşallah. Bugünləri mən sizə qəşəng bir zırpaketlər göstərəcəm. Yəni yeni izləyicilərə görə birinci köhnə zırpaketlərdən başlayacağım. Amma sonra isə yeni zırpaketlər göstərəcəm sizlərə. Gəlin başlayaq. Kameranı belə eləyim. Gəlin başlayaq. Paçkadır. İçində kim bilmirsə indi göstərəcəm. İçində 60 ədəd belə bir zırpaket olur, yəni 10 ədəd aldım, yəni blok aldım, bir blok bundan aldım. Yəni bu da ki köhnə zırpaketdir. Yəni hamı bildiyi zırpaketdir. Sonra gəlin keçək başqa bir zırpaketə. Balaca bir Zuki. Yəni gözlüyün kameraya göstərim. Bu blokun qiyməti oktyabr ayıdır, çünki ona görə də qiyməti isə 12 manat 50 qəpik idi blokun qiyməti. İndi tam dəqiq qiymətlər bu videoda olacaq, çünki çeki də falan mənim yanımdadır indi bu dəqiqə. Və axırda aldığım yeri deyəcəm və indidən deyim, zırpaketləri satmıram, heç fikrim də yoxdur satmağa. Bunun qiyməti 50 qəpik idi. Yəni bunun qiyməti 50 qəpik idi. Piratka. Belə qoyaq. Kameranı belə yerləşdirək, çünki yerləşməyəcək hər şey bu günləri. Sonra gəlin belə bir korsar göstərim sizə. Adını dəqiq bilmirəm, amma bunun da qiyməti 50 qəpik idi. Sonra nə göstərim sizə. Gəlin sizlərə belə bir şey göstərim. Bunu təkcə almışam. Qiyməti 1 manat 50 qəpik idi. Və bunun blokunu almışam. İndi təm dəqiq qiymətini deyəcəm. İndi bir də geçək ki. Bunun adı nə idi? MK Kəpənək 20. Kəpənəyin qiyməti 18 manat idi blokuna. Yəni içində 10 ədəd vardı. Gəlin birini çıxardım sizlərə göstərim. Kəpənək isə belədir. 18 azın tam dəqiq qiyməti. Yəni bu aldığım yeri isə axırda deyəcəm sizə. Sizlərə axırda deyəcəm. Sonra pis görsənir, az görsənir zırpaket. Biraz da göstərməliyəm nəysə. Titanları gəlin, yox, titanlar yox. Gəlin belə bir zırpaket göstərim. Bunun isə qiyməti 1 manat idi. Qiyməti 1 manat idi. Maraqlıdır da, ona görə aldım. Hələlik aldım. Sonra P23'lər gəlin göstərim. Bu ilki P23'ləri az aldım, çünki orijinal deyirlər bunlar. P23'lər 1 manat neçə qəpiyə? 1 manat almışam deyəsən. Dəqiq 1 manat idi. Bunlar belə qoyaq. P23. Sonra nəyi göstərim sizə? Nəyi göstərim? Nə maraqlandırar sizi? Gəlin titanları göstərim. Titan 2 və Titan 1. Bunun da qiymətləri, bunun qiyməti 70 qəpik. Yox, keçən il 40 neçəsə qəpik. Və bunun qiyməti təzə aldığım 1 manat 50 qəpik. Yəni birinci dəfə almışam Titan 1-i. Kamera düşməsin. Sonra nə göstərim? Gəlin Zengalar, yox. Bəli, Zengalar göstərim sizə. Zengalar qiymətləri 1 manat idi. Qiymətləri 1 manat idi. Zengalarım, yəni az aldım. Çox almağa dəyməz. Sonra gəlin nə göstərim sizə? Maraqlı zırpaket nə var məndə? Gəlin bir dənə də blok baxaq. Blok nə var? Belə bir blok var. Yəni o biriləri burada çoxdur indi. Orada çoxdur, ona görə də onları gələcək videolara saxlayıram. Gəlin bunu isə açaq indi. Bunu bir dənə açaq. Bir dəqiqə.
Açdım bunu. Gəlin birini çıxardım ki göstərim. Çox maraqlandırırdı. Yəni içində 20 ədəd var. İndi bir dəqiqə çəkək. P750-dir bu. Bəli, P750 18 AZN, tamamilə 18 AZN ödəmişəm buna, blokuna. Yəni hərəsinin qiyməti 1 manat 80 qəpik. Yəni çox da ucuz deyil. Çox da ucuz deyil. Qiymətləri bu dəqiqə sizə orijinal qiymətləri, yəni dekabr ayında almışam. Çox da sərfəli bir qiymət deyil. Çox da ucuz bir qiymət deyil bu. Bunu yığışdıram gəlin. Belə görsənir. Hələ ki sonra gəlin nə isə göstərim sizə. Explosive gəlin açım. Yox, açıqdır bu. Explosive P20 yeni zır paketlər. Yəni 20 ədəddir içində. Blokun qiyməti 12 manat idi. Bu isə oktyabrda, ona görə də belə ucuzdur. Aldığım yer axırda deyəcəm, indidən yenə də deyim sizə. Bax, düşdü. Olur, bəlkə də yadınızdan, ay, düşdü bu da yenə. Bəlkə də yadınızdan çıxacaq bu qiyməti. Sonra nə göstərim? Gəlin MK-ları göstərim. MK27 bloku 15 AZN idi. Yəni içində belə zır paketlərdir. Bunlar da gəlin belə harası açıq qoyun ki, hər şey görsənsin. Pis görsənir, az görsənir ki, bilirəm, bağışlayın. Sonra nə göstərim sizə? Gəlin maraqlı bir şey açaq. Gəlin bunları göstərim. Big Boom Bank. Qiyməti 250 idi. Və Co 2010. Qiyməti elə belə bir dənəsini alanda. Qiyməti nə qədər idi? Qiyməti. Nə qədər idi qiyməti bunun? Qiyməti deyəsən 250 idi bunun da, yadıma gəlmir dəqiq indi. Sonra Super Pirat hələ tamamlaşdırmamışam, amma inşallah gələcək partda blokla alacağım bunu. Yəni qiyməti də bunun 150 idi. Yəni sonra gəlin bir dənə də maraqlı bir şey baxaq sizinlə. Baxaq görək nə var burada. Boss blok qiyməti Boss qiyməti 14 manat blokuna, yəni 14 manat blokuna biri düşür. Uy. Çox ucuz düşür. 350 çox ucuz düşür. 3 manat 50 qəpiyə blok, yəni heç yerdə tapılası bir şey deyil də bu. Eko 3 manat 50 qəpik olan zır paket yox. Yəni bunlar belə deyəcək ki, qəşəng görsənsin, yəni videoda. Beləsinə qoyaq. Sonra nə göstərim sizə maraqlı. Salutları görən görüb, yəni sonra salutları görən görüb. Bir dənə blok, oy. Bunu belə eləyim. Bir dənə blok Mega MK 5000 qiyməti 25 AZN, tamamilə 25 AZN idi. Baxın, yəni bunun nə razmeri, kilosu, bütün blokun kilosu, yəni 9 kilo eləyir. 9 kilo bütün blokun. Hərəsi 3 kilodan, yəni çox möhtəşəm partlayacaq inşallah bu. Yəni çox möhtəşəm partlayar inşallah. Sonra gəlin belə fişənglər göstərim sizə maraqlı. Kim görməyibsə indi yenidən göstərirəm sizə. Bunun isə qiyməti 1 manat. Yox, 3-nə 4 manat ödəmişdim. İndi yadıma düşdü, 3-nə 4 manat ödəmişdim. Və gələcək partı izləməyə unutmayın. Yəni inşallah ki indi video izləyərkən 4K tamamilə olub.
abunəçi inşallah ki olmayıbsa, yəni keçin, zəhmət olmasa like atın, yorum yazın, yəni gələcək video nə olsun. Və aldığım yeri indidən deyim. İndi yəni bunu mən aldığım yeri Sədrə idi, sırası falan bilmirəm, amma indi deyəcəm sizə. Yəni siz getsəz, yəni Şirniyyat bazarı Sədrədən taparsınız. 1 saat maksimum lazım olacaq, yəni tapmaq üçün. Bir mağazalardan soruşsanız, yəni tapa bilərsiniz. Ona görə də ümid edirəm ki, siz taparsınız. İstədiyiniz qədər, istədiyiniz qiymətə zır paket Sədrəydən. İnşallah ki, mənim dəyərli izləyicilərim. Və sağ olun, part 12 möhtəşəm olacaq, çünki buradakiləri indidən göstərməyim sizə. Sağ olun, kanala abunə olun və takip atın, sağ olun.